20 yanvar hadisəsi 1990-cı ildə 19-dan 20-sinə keçən gecə keçmiş Rus SSR ordusu Bakıya yetirilmişdi və 147 nəfər həlak olmuşdu, yüzlərlə insan yaralanmışdı. Bundan bağlı da dinc əhaliyə ateş açılmışdı. Allah məkanları cənnət olsun. Artıq 20 yanvar hadisəsindən 147 nəfər həlak olub və yüzlərlə yaralı olub. Bu hadisə Azərbaycan xalqının azadlıq mübarizəsində mübarizəsi olub və hər ümumi matəm kimi anılır. Allah şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun. Bu qısa adında Allah İlahi, bu qanun nə qəribədir. Bir ölüm min canı xilas eyləyər. Vətəni uğrunda can verənlərə yaradan cənnəti miras eyləyər. Hər kəsə bəyandır bu ki, həmişə şəhiddən cənnətin qoxusu gəlib. Bu vətən nə gözəl laylay deyib ki, bu qədər igidin yuxusu gəlib. Candı şəhid, yaşayan candı şəhid. Torpağın üstündəki bircə damcı qandı şəhid. Elə bir rütbədir ki, hər bir kəsə nəsib olmaz. İnsanın alisidir, gör necə insandı şəhid. Nə şərafətli əcəldir, nə ləyaqətli ölüm ki, vətən torpağı uğrundakı qurbandı şəhid. Şəhidin yeri cənnətdir, buyurubdur yaradan. Cənnəti axtaran hər bir kəsə ünvandı şəhid. Düzdür, çox böyük dərddir bu dünyada qalanlara. Çün səni unutmaq da bizlərə nöqsandı şəhid. Arxanca ağlayanlar həm də sənlə qürur duyur. Sən baxma gözlərində yaşları leysandı şəhid. Sənə borcludur bu torpaqda qalan hər bir kəs. Elə bil xəstələnmişik, bizə loğmandı şəhid. Məzarın üstə gedən yolda fədadır canımız. Bizlər nə kar eyib, aləmə sultandı şəhid. Can ey şəhid, sənə qurban ey şəhid. Məzarın nur ilə dolsun hər bir an ey şəhid. Bu vətən torpağın sən öz qanınla suvarmısan. Üçün xeyli çiçək yetişdirib həmin qan ey şəhid. Düşmənin atdığı hər mərmi əgər zəhərdirsə, onu şərbət eləyəndir, belə dərmandı şəhid. Bu millət ağlayacaq arxanızca hər daim ki, bəlkə göz yaşımız yolunda ehsanlı şəhid. Və bütün dünya baxır, görür şəhidlik arzumuz. Oxunan fatihələr dünyaya üsyanlı şəhid. Nifrətə çevirdin baxışlarını, qan səklərdən axışları, günlərə qərq olmuş başdaşlarının namusu, qeyrəti daşını şəhidlər. Nifrətə çevrildi baxışlarınız, qanlı səklərdən naxışlarınız, güllərə qərq olmuş başdaşlarınız, namusu, qeyrəti daşı şəhid.